var səndə? Yox, heç telefon yoxdur. Evlə də danışıb eləyə bilməmişəm, döyüş başlayandan. 27-sində mən də elə. Bura bizə aradı. Ara. Bura 457-nin qabağındakı postdur, ha? Hə, oradan baxanda gördüyümüz post. Hə, bu bunların deyəsən 3-cü eşalonudur. 1, 2, hə, 3. Yəni 3-cü eşalonda gör səngər qurublar. Bunu 3 gün olar bizimkilər götürür. Buradan bütün ərazini görürmüşlər açıq. Ay, görünəndə də böyük bir geniş bir ərazisi var. Havalar da soyuyur deyəsən. Hava dəyişir. Yağsa burada qalacaq. Təminatı götürüb gedək. Biz indi hara gedəcəyik buradan təminat götürüb? Buradan biz Ağuçuğun qabağına gedəcəyik. Ora gedən yolu vururlar, axı ora intər gedək. Əsas yolu getməyəcək. İndi gedək maşına. Bir dənə tabor komandirindən danışaq şöyle olar. Bizə hansı yolu deyirlər. Onda biz təminatı götürüb tez çıxmalıyıq. Sürənləri orada bizim heyətin artilleriya ateşini tutdular. Keçməliyik. Tabor komandirlə danışmışdın sən bura gələndə? İndi maşına qaydaq, maşında bir dənə yenidən əlaqə saxlayarıq. Təminat bu geçdi. Hə, bu qalanı yüklü. Bizə sevgi. Güllə bir, gürültü 4'dür, qəbul. Güllə bir qəbulda. Güllə təminatı biz hansı istiqamətə çatdıraq? İstiqamət Ağuçuğun qarşısı. Biz Ağuçuğun qarşısına hansı istiqamətdən gələk? Arka yoldan gəlin, əsas yoldan gəlmeyin. Əsas yolu vururlar. Başa düşdüm, qəbul. Bu ne benim peşin? Erməni, erməni. Erməni də enfesi. Sır üstüne saklama. Sür! Sağından kaldır. Kaldır sağından üstüne. Tekerini kaldırdın üstüne. Üç yukundan kumbarana tak. Üç. Bu tarixə düşkəsi maketdir də. Bu olanın şərəfsizlərin BMP'si də. Bununla bizimkilər vurmuşlar. Bizimki də bu da BTR'dir onun üstündə. 2020-ci il sentyabrın 29-u. Məkan Tərtərin Talış kəndi istiqaməti. Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik olan 1353 yüksəkliyinə düşmənin hücumu başlayır. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Atıcı silahlarla düşmən BMP-2'sinin qarşısını almaq olmur. Döyüş maşınının komandiri Gizir Təhmuraz Muradov və sürücü Nərman Atakişiyev qəfil qeyri-adi qərar qəbul edirlər. BTR BMP-nin üzərinə çıxararaq gülləsinin hərəkətini məhdudlaşdırırlar. Bundan sonra isə hərbiçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaralar atırlar. Hər iki texnika partlayış nəticəsində yanır.